Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq. Turkistan Azarmeniya Nevsa istinadla məlumat verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib. O əlavə edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiqi hədəsinin yol verilməzliyini tanıyıb. Üstəlik, bu təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir. Səbəbi odur ki, Ermənistan ilə Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə artıq hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir, həm də Almatı bəyannaməsinə istinadla. Bir daha Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağı, bu məntiqə birbaşa və ya dolayısıyla zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırır və rəsmi şəkildə elan edirəm ki, Ermənistan hökuməti bu məntiqə birbaşa və ya dolayısıyla zidd olan bəyanatlar və ya hərəkətlər etməyəcək. Azərbaycan hökumətini də bu məntiqə birbaşa və ya dolayısıyla zidd olan və ya şübhə altına alan bəyanatlar verməməyə, hərəkətlər etməməyə çağırıram. Ermənistanla Azərbaycan arasındakı gərginliyi və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalı və Minsk qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-də eyni vaxtda sülh sazişi və Ermənistan-Azərbaycan birgə bəyanatını imzalamağa hazırıq.